Hər vaxtınız xeyir olsun xanımlar. Fit Mama Azərbaycan YouTube kanalında sizi xoş gördüm. Bugün mən sizə vakum haqqında danışmaq istəyirəm. Bilirsiniz ki, artıq 2 ildən çoxdur ki, Instagram səhifəmdə vakumla bağlı bəzi mütəmadi postlar edirəm və buna baxmayaraq hər paylaşıldığında çoxlu vakumla bağlı suallar gəlir. Vakum nədir, necə edilməlidir? Bütün bunlar haqqında bugün biz danışacağıq. Əvvəlcə kanala abunə olmağı unutmayın. İndi isə başlayaq. Deməli qızlar, vakum haqqında danışmağa başlamazdan öncə sizə bəzi qarın əzələləri haqqında məlumatlar vermək istəyərdim. Ümumiyyətlə, qarın əzələsi 2 hissədən ibarətdir. Daxili qarın əzələləri və xarici qarın əzələləri. Xarici qarın əzələləri kənar, yəni side abdominal muscles adlanır və rectus abdominis əzələləri xarici qarın əzələlərinə aiddir. Və bundan əlavə bizdə daxili qarın əzələləri də vardır. Daxili qarın əzələləri transversus abdominalsdır və lumbar transversus abdominals və lumbar multifidus əzəlləridir. Düz dedim də. Neysə. Deməli, xarici qarın əzələləri üçün bəzi hərəkətlər mövcuddur və biz bugün bu hərəkətlərdən danışmırıq. Məhz daxili qarın əzələləri və vakumun bu daxili qarın əzələrinin möhkəmlənməsindəki rolundan danışacağıq. İnsan orqanizmində core muscles, yəni mərkəzi əzələlər adlanan həm də bu daxili qarın əzələləri insanda güclü olarsa, insanın bel ağrıları belə azalacaq, qamət düzgün olacaq, mərkəzi əzələlər güclü olduğu üçün ümumi qamət və orqanizm möhkəm olacaq və eyni zamanda hamiləlikdən sonra, o cümlədən çox kilo alıb verməkdən sonra daxili qarın əzələlərində diastaz yaranan problemlərin həllində vakum çox böyük rola malikdir. Vakum hər səhər ac qarına edilməlidir. Necə etmək lazımdır? Bir qədər sonra bu barədə məlumat verəcəm. Sadəcə olaraq indi isə vakumu kimlər edə bilməz sualına cavab vermək istəyərdim. Vakumu kimlər edə bilməz? Mədə və 12 barmaq bağırsağında yarası olan xanımlar, o cümlədən hamilə xanımlar, o cümlədən menstruasiyası günündən asılı olmayaraq olan xanımlar vakum eləyə bilməzlər. Eyni zamanda ginekoloji hər hansı bir kista və yaxud da digər formada xüsusi bir problem olan xanımlar ginekoloq ilə məsləhətləşdikdən sonra vakum hərəkətlərini edə bilərlər. İndi isə keçək, vakum hərəkəti hansı qaydada edilməlidir, bunu danışaq. İndicə qeyd etdiyim kimi, vakum hərəkəti ac qarına edilməlidir. Yəni, səhər yuxudan durduğunuzda artıq bunu bir rutin halına çevirin ki, siz hər səhər vakum edəsiniz. Deməli, belə, vakumu necə edirik? Vakumu əslində uzanıqlı şəkildə əllərin və dizin üstündə qalaraq da edə bilərsiniz, ayaq üstə də eləyə bilərsiniz. Mən şəxsən çox vaxt ayaq üstə eləyirəm və necə eləyirəm? Bunu gəlin bir yerdə öyrənək. Lazımdır onun izahını. Deməli, normal şəkildə qarın əzələləri, yəni bu vəziyyətdə dümdüz dayanırıq və nə edirik? Nəfəs alırıq. İlk öncə nəfəs alırıq. Nəfəsi alarkən nə edirik? Ağciyərləri yox, diafragmaya doldurulan bir nəfəs alırıq. Yəni, nəfəs alanda sinəyə yox, qarına nəfəs alırıq. Qarnımız şişməlidir. O cür təsəvvür edin ki, siz nəfəsi doldurursunuz elə bir qarnınıza. Nəfəs alırıq. Aldınız, indi isə verirsiniz. Tam boşaldırsınız. Sanki içinizdə heç bir nəfəs qalmayıb və bu vəziyyətdə qaldınız. Yəni, içinizdə hal-hazırda mən əlavə nəfəs də almamışam, içimdə nəfəs də yoxdur və mən bu
formada bir qədər maylı qalıram və baxın bu vəziyyətdə 10 saniyə, 15 saniyə qala bilirsiniz. Bir də təkrarlayırıq. Qarına doğru nəfəs alırıq. Tam burunla nəfəs alırıq. Tam veririk. Verdik. Qayıtdı yenə stabil vəziyyətinə. Nəfəsi tam boşaldıqdan sonra qarını sanki vakuumla, bir tozsoranla, sanki qarnımızın içində tozsoran var, o dartır içəri tərəf. Bütünlükdə qarın içəri girməlidir. Bu hərəkəti kilolu xanımlar, yəni hər zaman eləyə bilərlər. Fərqi yoxdur ki, bu hərəkət ancaq düz qarın üçün edilməlidir və qarının içəri girməyi də düz qarından və yaxud da kilolu qarından asılı olan bir şey deyil. Əgər düzgün edə bilsəniz, qarnınızda artıq pi qatı da olsa, hiss edəcəksiniz ki, qarın içəri gerilir. Bu belə və vakuumu doğuşdan sonra xanımlar hansı qaydada edə bilərlər? Doğuşdan, təbii doğuşdan 6 həftə keçibsə və keysəriyyə əməliyyatından 12 həftə sonra keçibsə, vakuum hərəkətini səhərlər 10 dəfə ac qarnına 10 saniyə tutub buraxmaqla edə bilərsiniz. Son dəfə eləyirəm, ümid eləyirəm ki, başa düşdünüz. Nəfəs alırıq, qarnı şişdi. Baxın belə. Bugün biz vakuum hərəkətindən danışdıq, onun faydalarından danışdıq. Ümid edirəm ki, hər biriniz başa düşdünüz. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Suallarınızı rəy bölümündə yaza bilərsiniz. Təşəkkür edirəm. Sağ olun. Gələn videolarda görüşənədək.